Salam əziz dostlar. Bugün sizə öz Facebook qrupumda, İnternetdən Pul Qazan 2017 qrupunda çoxdandır bəhs etdiyim, yazılı formada izah etməyə çalışdığım internetdən Globus Inter vasitəsilə pul qazanmağı göstərəcəm. Globus Inter dünya üzərində 1 milyondan çox istifadəçisi olan proqramda Azərbaycana demək olar ki, yeni gəlir. Demək, mən sizə saytın iş prinsipinə, saytın həm proqramı da var, həm sayt, həm proqram şəklindədir. İş prinsipinə əsaslanaraq sizə bir neçə söz demək istəyirəm. Demək, sayt bizə reklamları göstərərək bizə pul qazandırır. Necə ki, baxın, iş prinsipi nəyə dayalıdır? Məsələn, təsəvvür edin, siz reklam verənsiz, sizin bir ideyanız var. Məsələn, təsəvvür edin, sizin bir restoranınız var. Siz belə deyək, oranı reklam eləmək istəyirsiniz. Gəlirsiniz Globus Interə, deyirsiniz ki, bu restoranı öz istifadəçilərinə reklam elə. Öz istifadəçilərinə göstər. Müəyyən qədər pul verir. Globus Interdə o pulun 50%-ni və yaxud 40%-ni və yaxud daha azını, həm də daha çoxunu ola bilər, öz istifadəçilərinə verir ki, həmin reklama sadəcə telefonda ekrana gələn reklama X-i bassın. Yəni durub onu 15 saniyə izləmək, 20 saniyə, 40 saniyə izləmək kimi bir şey yoxdur. Sadəcə X-i bassın. Bu qədər sadə. Bunu eləməklə pul qazanırsınız. Bunu bir dəfə X basanda da gəliriniz ola bilər 0,1000-də $60, $63, 0,1000-də $67. Yəni düzdür, böyük məbləğdə pul deyil. Amma bu bizim əlavə işimizdir. Yəni ki, çoxlar bəlkə qınaq obyektinə çevirə bilər ki, gedin daha böyük işlə məşğul olun. Bizim öz işimiz də var. Bu bizim əlavə işimizdir. Biz əlavə olaraq pul qazanırıq. İndi keçək həmin sayta. Mən aşağıda sizə saytın linkini vermişəm. Həmin linkə girdiniz, belə bir linki var. Gedirsiniz həmin linkə. Sayt belə açılır. Sayt həm rusca, həm də ingiliscədir. Sizə necə rahatsa o cür istifadə edə bilərsiniz. Yuxarıda 3 nöqtədə gördünüz, sağ yuxarıda 3 nöqtədə bastınız, Sazdat account. Bəli, Sazdat accountu bastıq. Bizdə email istəyir. Bu email nədir? Sizin emailinizə bir məktub gələcək. Saytdan qeydiyyatın keçməyiniz üçün aktivasiya kodu gələcək. Onun üçün istifadə etdiyiniz bir emailin yazın. Baxın, siz bura hansı email yazıb qeydiyyatını keçsəz, mən sizin bu emailinizə özüm də məktub göndərəcəm. Sizin suallarınızı buradan da cavablandıracağım. Həm də aşağıda WhatsApp nömrəsini qoymuşam, Facebook adresini qoymuşam. Oradan da məni narahat edə bilərsiniz. Demək, buradan öz emailinizi yazırsınız. Mən bir dənə test üçün öz emailimi yazıram. Siz də öz emailinizi yazın. Yazdıq, bəli. Sazdat account. Bizə deyir ki, 3 dəqiqə içərisində sizin sizin emailinizə məktub gələcək. 3 dəqiqə artıq gəlmiş sayılır. Yəni bundan sonrasına fikir verməyin. Artıq gəlib demək olar ki. İndi biz əlavə bölmə açırıq. Giririk gmail.com-a. Əgər boxazsa, giriş boxaza, mail.ru-sa, giriş mail.ru-ya və yaxud daha başqalarıdırsa, hotmail-sə, giriş hotmail-ə.
Burada yukarıda ilkin yazısı, yani ilkin mesajlardan söhbət gedir. Globus Intercom. Aha. Bassız həm reklama. Baxın, bizə bir reklam gəlib. Aktivasiya akkontu, yəni görürsünüzsə burada link şəklində olan aktivasiya linkimizdir. O linkə basıb bizi sayta yönləndirəcək. Lakin aşağıda baxsaq, sizə e-maildə öz e-mailiniz, yazdığınız e-mailiniz var. Sizdə başqa öz yazdığınız e-maildir. Sizə də bir parol təyin edib. Bu şəkildə bir parol. Bu parolu buradan kopyalayın. Əgər dəyişmək istəyirsinizsə. Bunu yadımızda saxlayıb biz bunu kopyaladıq. İndi bu linkə basırıq. Bizi promoy, yəni dərhal yönləndirdi, birbaşa yönləndirdi öz hesabımıza. Artıq biz saytda öz hesabımıza girili vəziyyətdəyik. Account aktivirovan. Mən rüsəm yaxşı deyil, üzrlü sayın. Aha, demək görürsünüz. Tam aydındır bu cür. Qeydiyyatdan keçdiniz. İndi parolumuzu dəyişdirək. Parolumuzu dəyişdirik. Yuxarıdakı yenə 3 nöqtəni basırıq. Nastroykadan giririk. Burada bu ikinci olanı, birinci olanı yox. Birinciyə ehtiyac yoxdur. Birinciyə girdik. Demək, əvvəlki parolumuzu kopyalamışdıq. Buraya yapışdırırıq. Yeni parolda məsələn nə qoyaq? Qoyaq 219. İkinciyə də qoyaq 219. Yəni siz də öz parolunuzu seçirsiniz. Mən də öz parolumu dəyişdirmək üçün edirəm bunu. Saxlanət elədiniz. Bu qədər. İndi bizə nə etmək lazımdır? Bizə daha çox reklam gəlməsi üçün, yəni 15 dəqiqədən bir stabil və yaxud daha tez reklam gəlməsi üçün bizim profilimiz 100% olmalı. Necə yəni 100%? Bizdə elə bil ki, belə deyim, biz öz adımızı da bura qeyd etməliyik, adımızı, soyadımızı, əlaqə nömrəmizi, başqa istənilən sualları. İndi mən onu sizə dəqiq göstərəcəm. Solda 3 xətt görürsünüz. Onu basırıq yuxarıdakı. Baxın, görürsünüz, burada yazıb profiliniz 25%'dir. Daha çox reklam gəlməsi üçün profilinizi doldurun. Buradan göy profil yazımına giririk. Burada ən birinci görürsünüz imya, familiya, sonra cins. Baxın, sizə ən birinci bunu deyim. Bu yadınızdan çıxmasın. Bu burada sizdə ruscası utatsnit yazılıb. Bəzilərində olur ki, türkçə asılır sayt. Onda konum sesi yazılır. Baxın, bu göyə basırıq. Buradan basırıq. Azərbaycan seçirik. Bakıda konum Bakıdırsa Bakını seçirik. Gəncə, İmişli, Cəlilabad və s. Bunlarsa onlardan birini seçirik. Bunu sağlayan eləyəndə saytın burasında bir şey var. Baxın, göstərmir. Sağlayan eləyəndə əməliyyata səhv yazılır. Amma əslində sayt özü bunun yaddaşında saxlayır. Bu yenilikcə çıxan bir səhvdir, o düzələcək. Yəni siz onu eləyin. Azərbaycanı seçin. İndi birazdan göstərəcəyim. Adımız. Mən öz adımı qoyuram. Fərid Əzli. Öz adınızı dəqiq qoyun. Rubrat eləyib. Cinsinizi yazırsınız. Buradan təvəllüdünüzü yazırsınız. Məsələn, mən yazıram 92 dekabrın 31-i. Mənim ad günüm dekabrın 31-idir. Həqiqətən dekabrın 31-idir. Nəysə, seçirik. Özümüzə burada bir login yazırıq. Bu login ki, sayta girəndə bu login yazıb girəcək. Hər dəfəsində e-mailimizi yazıb bilməyəcəyik. Buradan da qoyuram Fərid 1992. Bunu saxlanət edirik. Bu qədər. Saxlanət yazılır. Aha. Aşağıdan öz telefonumuzu yazırıq. Siz də öz telefonunuzu yazın. Hətta belə də yaza bilərsiniz. Daha doğrusu 77 575 05 76
mənim nömrəmin, daha doğrusu mənim nömrəm aşağıda qeyd edəcəm. Bu mənim dəqiq nömrəm deyil, mənim bağlanmış nömrəmdir. Sadəcə göstərmək üçün bunu yazıram. Skype, əgər Skype'miz varsa yazırsınız, yoxdursa da yenə bir şey atın ora. Bu tipdə. Aha, bu qədər. Saxranət edirsiniz. Saxranət. Qaldı finans, yəni bank kart adresi falan. Onlar nədir? WebMoney hesabınızı yazmalısınız. WebMoney elektron pul kisəsi sizin buradakı pullarınız ora köçəcək. Oradan da öz kartınıza vuraraq çıxara biləcəksiniz. Əgər bunda da gələcəkdə problem yaşayacaqsa, WebMoney haqqında da WebMoney yoxsa WebMoney deyirlər. Mən bunu dəqiq bilmirəm, amma WebMoney'dən pul çıxarmağı falan, onların hamısını istəsəniz mən də yükləyə bilərəm. Vaxtda video çəkə bilərəm, amma YouTube-da bu videolar doludur, buna da baxıb öyrənə bilərsiniz. Əgər PayPal hesabınız və s. varsa bunlar yaza bilərsiniz, amma Azərbaycanda PayPal işləmir deyə burada PayPal vasitəsilə pul çıxara bilməzsiniz. Ona görə də hələ ki bunları saxlayırıq. İndi sayta bir dəfə yeniləyirik. Bu qədər. Gördüyünüz sizin yuxarıda balansınızı göstərir. Komanda və s. Artıq 100% profiliniz deyə göstərmir, 25% falan. Burada birinci yerdə komandanı göstərir. Komandada sizin komandanız, başqa komanda sponsor, sizin sponsorunuz. Sizin sponsorunuza basanda orada mənim profilim göstərəcək. Statistika komanda, Vaşi Slıqı. Bu nədir? Vaşi Slıqı sizin referral linkinizdir. Necə ki mənim sizə aşağıda verdiyim linkdən Vaşi Slıqdan sizin də linkiniz var. Siz də baxın, bu birincidə olan, ikincini demirəm, birincidə olan linkinizi öz yaxınlarınıza və yaxud Facebook qruplarda deyim, başqa sosial şəbəkələrdə deyim, bunu yayaraq insanlara bunu başa salırsınız, insanlar bunu aydın edirsiniz, insanların da siz insanlara sponsor olursunuz və onların da gəlirindən gəlir əldə edirsiniz. Baxın, burada məsələn mən sizin sponsorunuzam, mən sizin gəlirinizdən gəlir əldə eləmirəm. Sizin gəlirinizə görə sayt mənə öz gəlir verir. Yəni sizin qazancınız yarıya bölünüb mənə gəlmir. Yəni onu demək istəyirəm. Bir də ki, əgər siz sponsor seçmisəz, sayt özü sizə hardansa Ukraynadan mı deyim, yaxud Rusiyadan mı deyim, özü sponsor təyin edəcək, heç onu tanımayacaqsınız, heç əlaqə də yarada bilməyəcəksiniz. Bu qədər. Buradakı globsinter.com.ru people invite, bu da sizin aidiniz. Baxın, bunlar da sizin, bu da sizin linkinizdir. Bu link vasitəsilə dedim ki, əlavə daha çox qazanc əldə edə bilərsiniz. Aha. Sonra buradan nə var? Finans bölməsində balans və daxil. Balansda sizin balansınız göstərir. Daxil bölməsi nədir? Daxil bölməsində sizin əgər qrupunuz varsa, bir komandanız varsa, insanlara sponsorsunuzsa, o insanlar nə vaxt reklam bağlayacaqsa, onlar burada göstərir. Onların qazancına isə gələn gəliri göstərir. Burada göstərir, daxildə göstərəcək. Sonra mənə elə gəlir, bu qədər bəsdir. İndi proqrama keçməliyik. Vaşi komanda, daha doğrusu sponsorda görürsünüz. Hikmət Fikrətoğlu. Bu mənimdir. Bu mənəm, daha doğrusu birinci. Aşağıdakılar kimdir? Aşağıdakılar mən Yusif Hacıyev mənim sponsorumdur. Əbülfəz Mansurov Yusif Hacıyevin sponsorudur. Andrey Çetkarev onun, belə gedir. Yine buradan Vaşi komanda seçirik. Vaşi komanda sizin komandanızda olanları göstərəcək. Aşağı belə yığılacaq. İnşallah sizin komandanızda çox böyük olar. Sizə daha çox gəlir əldə edərsiniz. İndi bu saytda qalsa da olar. Sayt təmiz çıxır, ekrana gəlirik. Giririk Play Marketə. Üzr Globus Inter, baxın. Belə Inter yazın siz. Çıxdı. Ən birinci Globus Mobile yazılıb rusca. Onu basırıq. Demək, aşağıda görürsünüz 1 milyon yükləməsi var.
və sizdə yükləmək olacaq. Siz onu yükləyin, 9 megabayt hardasa həcmi var. Heç bir virusu falan yoxdur, heç nə yoxdur. Siz yükləyəndən sonra belə ekran gələcək, qaldır, aç. Biz açıb basırıq. Tam olaraq belə açılır. Sizdən e-mail və password istəniləcək. Yadınıza gəldisə biz özümüzə login seçdik. Fərid 1992. Amma e-mailimiz də var idi. Əgər sizə hansı rahatsa elə yazıb bilə bilərsiniz. Məsələn, mən bayaqki loginimi yazıram, Fərid 1992. Parolum nə idi mənim? O yadımdan çıxdı elə bir 1993. Parol nə idi? Biz paroluna qoymuşduq. Hikmət 19. Biz yadımdan çıxdı. Hikmət 19. Siz öz parolunuzu belə yazacaqsınız. Aha, girdi. Giriş ekranı budur. Tam dəqiqliyinə giriş ekranı budur. Sizə belə ekran gələcəksə Rusca da ola bilər. Sağ yuxarıdakı 3 nöqtə Settings, Create Avatar. Buradan şəkil qoya bilərsiniz. Website və s. Burada siz oraya yönləndirir. Signal da çıxmaqdır. Team yazılan yerin solundakı 3 xəttdən siz finansdan öz balansınıza baxa bilərsiniz. WebMoney, PayPal-dan pul çəkə bilərsiniz. Bizdə WebMoney dəstəkləyəndiyinə görə WebMoney-dən pul çəkəcəyik biz həmişə. Team isə sizin qrupunuzu açıb belə burada da olacaq, göstərəcək sizin qrupunuzu. Qaleridə sizə gələn reklamların arxividir. Nə vaxt hansı reklam verim onu göstərəcək. Bu qədər. Yəni bu qədər sadə. Reklam nə şəkildə gəlir? Sizə profilinizi 100% doldurduğunuza görə sizə reklam təzə başlayanda maksimum 1-2 saata gələcək. Ondan sonra düzənli stabil gələcək. Çalışın tez-tez profildən çıxıb girməyin. O da sizin üçün problem yarada bilər. Yəni ki, reklam ilə gec gəlməyə başlayar. Hər şey bu qədər megabaytla da olanda gəlir. Reklam gəlir və demək olar ki, megabayta toxunmur. Narın 64 kilobaytlı megabaytla da təsəvvür edin. 64 kilobayt pulsuz internetinə də reklam gəlir. O da boş şeydir. Yəni gəlir, ekrana gələcək, biz X basacaq, bizə pul gələcək. Özdə aşağıdan saat forması görsə, onu yeniləmək lazımdır. Bu qədər. Məncə bu qədər bəsdir. Hər şey aydın oldu yəqin ki. Çox xahiş edirəm. Video baxaraq hər şeyi tam əməl eləyin. Mən çox görürəm. Baxıram öz profilimə, görürəm ki, hər yeniləyəndə adam sayı artır. Baxıram amma ya proqramı yüklənməyib, ya da eləsi olur proqramı yükləyir, saytdan qeydiyyatdan keçmir. Yəni tam baxın, tam əməl eləyin. Nə əlavə suallarınız da varsa aşağıdakı nömrəmə ya Facebook adresimə, Facebook qrupuna necə istəyirsiniz yaza bilərsiniz. Zaten siz qeydiyyatdan keçdikdən sonra mən sizə e-mailinizi yazacağam, e-mailinizə tez-tez baxın. Bu qədər. Nə dəyişikliyi olsa saytla bağlı və s. hamısını mail şəklində göstərəcəm. Daha üzr istəyirəm, video şəklində yükləyəcəm, baxa bilərsiniz. Özünüzə yaxşı baxın, hələlik.